2025-ci ildə Rusiya Federasiyasına gəlmək istəyən həmyerlilərimizin nəzərinə bu videonu axıra qədər izləyin, bəyənin, paylaşın və kanala abunə olmağı unutmayın. Və mən bu videoda sizə ətraflı şəkildə 2025-ci ildə sərtləşən və dəyişilən miqrasiyon qayda qanunlar haqqında ətraflı şəkildə məlumat verəcəm. Birinci qayda bundan ibarətdir ki, əvvəllər burada 6 ay ərzində 3 ay siz qonaq kimi burada qala bilərdiniz. İndi isə bunu 1 ilə qədər qaldırıblar. Siz 1 il ərzində cəmi burada 90 gün qonaq kimi qala bilərsiniz. İkinci qayda qanun bundan ibarətdir ki, siz bura gəldiyiniz gündən 7 iş gün ərzində miqrasiyon uçota düşməlisiniz, yəni registrasiya olmalısınız. Üçüncü qayda bundan ibarətdir ki, siz mütləq şəkildə barmaq izi və tibbi müayinədən keçməlisiniz, əgər patent almaq istəyirsinizsə. Dördüncü qayda bundan ibarətdir ki, patent alandan sonra isə mütləq şəkildə 2 ay ərzində sizi işə götürənlə sizin aranızda əmək müqaviləsi bağlanılmalıdır və o sizin yerinizə naloq ödəməlidir. Əgər bunu eləməsəniz, sizin patentiniz ləğv oluna bilər. Beşinci qayda qanun bundan ibarətdir ki, burada hər ay patent düzəldənlər bunu yaxşı bilir. Hər ay insan öz naloqunu ödəyir. Əvvəl bu naloqlar 5000-ə, 4000-ə qədər idi razı şəhərlərdə və ya başqa 6-7 minə qədər idi. İndi isə Sankt-Peterburqda 6 minə qalxıb, Moskvada 9800-ə qalxıb, Krasnodarda isə 17 minə qalxıb və qalxa-qalxa da gedəcək hər ildən. Və axırıncı sözüm sizə olacaq ki, əgər sizin sağlamlığınızda bir problem varsa, burada analizləri verəndə o problem çıxacaq. Və ya sizin əvvəllər sənəd probleminiz olubsa, siz burada barmaq izini verəndə o da bürüzə çıxa bilər. Bir də əgər siz rus dilini zəif bilirsinizsə, bura gəlib imtahan verə bilməsəniz, siz patent ala bilməyəcəksiniz. Və bunu pulla həll eləyərəm deyən insanlar isə əksər şəkildə dələduz və maşenik olurlar. Ehtiyatlı olun və bura gəlməmişdən əvvəl bu qayda qanunlar haqqında məlumatınız olsun və oturun fikirləşin, mütaliə eləyin, sonra isə bura gəlin.